Masallı rayonu tanınmış ziyalıları ilə hər zaman fəxr edib. Masallı rayonunun ictimai-siyasi həyatında tanınan ziyalılarımız həddindən artıq çoxdur. Həm Masallıda, həm də ölkə xaricində yaşayan ziyalılarımız var. Bu günləri sizə Masallı rayonu ictimai-siyasi həyatında tanınan, rayonumuzun tanınmış ziyalısı, uzun illər poçt, rabitə xidmətində fəaliyyət göstərən Əliş Əliyev haqqında danışacağım. Ailə bir ocaqdır. Bu ocaqda ucalan alov isə sevgi, fədakarlıq və sədaqətlə yaşadıkca daha da gül yanır. Masallının tanınmış nümunəvi ailələrindən biri də Əliş Əliyevin ailəsidir. Əliş Əliyev 1929-cu ildə Masallının Musakçı kəndində dünyaya göz açıb. Gülsənab xanımla həyat yollarını 1948-ci ildə birləşdirib möhkəm bir ailə təməli qoyub. Onların həyat yolu sadəcə bir ailə tarixçəsi deyil, həm də zəhmətin, sədaqətin və övlad sevgisinin parlaq nümunəsidir. Qoşa qanat kimi bir-birinə dayaq olan bu iki insan cəmiyyətə əxlaqlı övladlar bəxş ediblər. Bu ailədə böyüklərə hörmət, kiçiklərə sevgi hər zaman əsas dəyər olub. Əsasən ailəkeş insan olub. Həmişə valideynimizin qulluğunda biz duran kimi o da həmişə hörmətlə valideynlər uşaqlara yanaşıb. Səmimi insan olub. Hər vaxtı da deməli işlərində də həmişə düz olub. Heç bir vaxtı əyri işlərə getməyib. Həmişə də istəyərdi ki, uşaqlar da heç vaxtı yalan danışmasınlar. Ancaq düzlüyü sevirdi. Düz kişi olub. Həmişə bizim qayğımıza qalıb. Biz onun sahəsində də gəlib müəyyən böyüyüb bir səviyyə çatmışıq. Necə mənim atam ailə canlı, səmimi insan olubsa da, anam da səmimi insan olub. Heç vaxt biz valideynə, atamıza daha doğrusu heç nə istəməmişik. Ancaq ana vasitəsilə istəmişik. Çünki o vaxtı valideyni bir hörmətlə, yəni hər şeyi valideyn atamıza deməmişik. Bütün işləri anamız düzüb qoşub, hamı bütün arzularımızı o çatdırıb, hamı da məktəb dövründən tutmuş, ta ki indi hal-hazıra qədər, yəni bizi bu səviyyəyə gətirən valideynlərimiz olub. Əliş Əliyev məndən bir binada işləyirdi. Hər gün əlaqəmiz olurdu. Hər gün onunla heç olmasa bir-iki dəfə görüşürdük. O qədər səliqəli adam idi, o qədər səliqəli geyinirdi ki, bütün gənclər geyinərkən çalışırdı ona bənzəsinlər. O qədər hörmət qazanmışdı ki, hamısı istəyirdi ki, onun kimi olsun. Övladlarına yaxşı təhsil verib, tərbiyə verib, təhsildən əvvəl tərbiyədir. Tərbiyə verib, vətənpərvərlik ruhunda tərbiyə alıblar uşaqları. Onun övladları özü kimi, Əliş kişi kimi kənd içərisində böyük hörmətə sahibdilər. Əliş Əliyev Masalda uzun illər rabitə sahəsində çalışdığına görə hər kəs onu rabitəçi Əliş kimi tanıyırdı. Zəhmətsevərliyi, səmimiyyəti və peşəsində olan sevgisi ilə həmkarlarının və rayon sakinlərinin rəğbətini qazanmışdır. O uzun illər Masallı rayon rabitə qovşağında rəis müavini, daha sonra isə Musakçı poçt şöbəsinin müdiri vəzifəsində çalışıb. Həyatını rabitə sahəsinə həsr etmiş bu insanın xidmətləri Azərbaycan Rabitə Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib. Bizim Əliş Əliyevlə ilk görüşümüz 1993-cü ildə Masallı telekommunikasiya qovşağında oldu. Əliş müəllim rəis müavini vəzifəsində çalışırdı. Mən də nazirliyin göndərişi ilə, köçürmə yolu ilə Masallı rayonuna nazirin təlimatçısı kimi gəlmişdim. Biz bir müddət onunla çalışdıqdan sonra Əliş müəllim həm də yaşlaşmışdı. Öz xahişi ilə öz kəndlərinə, Musakçı kəndində poçt şöbəsinin rəisi vəzifəsinə təyin olundu və ondan sonra bir 10 il yanaşı biz çalışdıq. Çox dürüst adam idi, çox imanlı bir insan idi. Qismət oldu. Mən orada rəis vəzifəsinə qədər yüksəldim. 2022-ci ildə Masallı rayonunda poçt rabitəsi xidməti regionallaşdırılanda vəzifədən azad olundum və onun verdiyi tövsiyələrin mən üçün çox böyük həyat təcrübəsi oldu onun tövsiyələri. Əliş Əliyev
bizim çalışdığımız müəssisədə, yəni poçt filialında rəis müavini ki, mən onu tanımışam işləyəndə. Rəis müavini işlədiyimiz dövrdə Əliş öz vəzifəsində məsuliyyətlə yanaşan, işçilərə qayğı göstərən, onlara bilmədiklərini öyrədən bir iş, qayğıkeş, təcrübəli işçi kimi yaddaşda qalıb. Əliş Əliyev həm də ictimaiyyətçi idi. Rayonun kənd təsərrüfatı işçilərində, poçt rabitəsinin inkişafında həmişə onun da böyük rolu olub. Cəmaatla, əhali ilə, xüsusən onun rolu əhali ilə qayğıkeş davranması, onları diqqətlə dinləməsi, onlara lazım olan məsələlərdə köməklik göstərməsi onun elə gündəlik iş planına daxil edir. Onun məsələn ailədə inzibasçılığı kənddə adla olub. Evdə çox belə qanunpərəst idi. Uşaqlarına çalışardı ki, bu əxlaqı, bu elmləri əxs eləməyə kömək eləyərdi, tələb eləyərdi. Ümumiyyətlə tələbkar adam olub. Təqribən bundan biz 50-55 il bir yerdə olmuşuq. Mənim 74 yaşım var. 50-55 il bir yerdə olmuşu, kənd ağsaqqallardan biri olub. 1973-cü ildə Masallı rayon rabitə sahəsində işə fəaliyyətə başlayanda Əliş Əliyev Masallı rayon poçt filialında müdir müavini işləyirdi. Çox yüksək səviyyəli işçidir. Onunla münasibətimiz çox yaxşıdır. Çox gözəl insan idi. Həqiqi gözəl insan idi. Qayğıkeş insan idi. Öz işini sevən adam idi. Onun işi hamıya nümunə idi. Biz də ondan, onun iş fəaliyyətindən nümunə götürürdük gözümüz üçün. Mərhum jurnalist Rəsul Rzayev Hər ömrün öz yolu kitabında Əliş kişinin həyatını illərə zəy vurdum adlı məqaləsində ətraflı təsvir etmişdir. Bu yazı həmin dövrün rabitə işçilərinə onların zəhmətinə verilən dəyərdir. 70 və 80 illik yubileyləri münasibəti ilə Rabitə Nazirliyindən, müxtəlif rayonların rabitə qovşağı rəhbərlərindən gələn təbrik teleqramları, həmkarlarının və ağsaqqallarının xoş sözləri də onun yüksək nüfuzunun göstəricisidir. Böyük oğlu Sultan'dı. Ben bayaq dedim ki, evladlara birinci ad koysunlar, ikinci tərbiyə versinlər. Hələ Sultan adı da münasib addı, daimi işlenen addı. O da işlədiyi restoranda xalqa xidmət eləyir. Çalışır, ədalətli bir xidmət eləsin. Xalqın rifahını doğrultsun. Əsasən o rabitə işlərində işləyib, 50 ildən yuxarı işləyib. Həmişə də onu da hörmətlə, izzətlə qarşılayıblar. Mən özüm də ora çox gedib gəlmişəm. Həmişə də mən özüm də elə bilmişəm, rabitədə işləyirəm. Yəni o qədər orada onun hörmətini saxlayıblar. Ora gedəndə ona görə mənə də hörmətlə yanaşıblar. Çünki səmimi insan olub, səmimi müdür olub, rəhbər olub. Həm o demək olar partiya təşkilatının katibi olub. Uzun illər müavin işləyib. Müavin işlərindən sonra da gəlib kənddə ya da poçtanın müdür rəisi işləyib. Respublikada o vaxtı rublun devalvasiyası zamanı biz əhaliyə çox böyük köməklər eləmişik. Əliş Əliyev də bu komissiyanın üzvü olub, mənlə bərabər. Mən komissiyanın sədri olmuşam. Əhalidən onlarda olan vəsaitin toplanılır, məsələn, dəyişdirilməsi üçün biz böyük Əliş Əliyevin qayğısı ilə, onun köməyi ilə iştirak eləmişik. Və o çünki həm də təcrübəli, el içində ağsaqqal
sayılan bir işçi olub, elə-belə işçi olmayıb Əliş Əliyev. Əliş Əliyev işçilərə qarşı çox tələbkar olub. Onun yaddaşda, hamının yaddaşında belə qalıb. Əliş Əliyev qayğıkeş və tələbkar müdir olub. O Əliş poçta müavin işləyən vaxtdan sonra rabitə Nizam Bağırov gəldi, rabitəçi oldu, rabitə Telekomun rəisi işlədi. ATS-imizdə müəyyən mühəndislərimiz var idi. Abbasov Əkrəm mühəndis idi, baş mühəndis. Uşaqlarımız çox idi. Onlar da həmin dövrdə misal üçün səlahiyyətli nümayəndə var idi bizim. Həm poçtun idi, həm zadın Telekomun səlahiyyətli Ələkbər müəllim var idi. Səfallı Paşayev onlarla bir yerdə işləyirdik. Bir yerdə elə onlar bir-birimizə bağlı adamlar idik. Elə bir yerdə olurduq da daha doğrusu. İşə əsasən həmişə bir yerdə olurdu. Onun ailəsi ilə də mənim bugün sıx münasibətim var. Allah evladların canı salamat eləsin. Başda Sultan qardaşımız olmaqla. Onlar da atalarına layiq bir evladlardır. Əliş müəllim iman sahibi idi. O Məşəd ziyarətində də olmuşdu. Hər ildə o poçt rabitə sahəsinin imkansız işçilərində, belə sosial vəziyyəti biraz ağır olan işçiləri yığıb evində onlara ehsan surəsi açırdı. Bir neçə dəfə elə mən özüm də həmin ehsan surəsində iştirak eləmişəm. Yəni Əliş əmi nəinki kəndin, hətta rayonun da qayğısına qalan adam idi. Müəyyən işlərdə elə mən bilən, məsələn, bir ikisini biləm, cəmaatın karına gəlirdi. Əliş əminin 60 illiyində biz Masallıda o vaxt Mir Nizam vardı, ATS-in sədri, ya müdürü. Orada qeyd olunub, orada iştirak eləmişəm. Əliş əminin 70 illiyin burada qeyd eləmişik, 80 illiyin burada qeyd eləmişik. Yəni orada bir 15-16 nəfər adam olub, orada biri mən olmuşam. Əliş əmi ümumiyyətlə çox gözəl insan olub, yaxşı ailə başçısı olub, gözəl ağsaqqal olub. Kəndin xeyrinə, şərrində çox yaxından iştirak eləyib. İmkan daxilində o imkansız amma da gizlin şəkildə də, məsələn biz bilərik də xumusu kimə vermək lazımdır, zəkatı kimə vermək lazımdır, kimə əl tutmaq lazımdır. Əliş əmi onun hamısını gizlin. Deyərdi ki, Əli mən bunu verirəm. Ya mənə verərdi, ya Məşəd Şükürə verərdi, ya rəhmətli alimə verərdi. Alim qonşudur. Deyərdi ki, bunu siz bilin, mən bilim, bir də Allah bilsin, heç kəs bilməsin. Yəni bu adama ki biz kömək eləyib, adamın bundan xəbər olmasın. Əsasən də kitabı yazan Rəsul, Allah rəhmət Rəsul müəllim olub. Ondan sonra da Nizami Mamedov. Onun haqqında geniş məlumat verilib, geniş də yazılar yazmışdı. Çünki o kişi ziyalı bir insan idi. Özü də şəhərdə Telekom qutarmışdı, rabitə Telekom qutarmışdı. Əliş Əliyev həm də rabitə sistemimizin modernləşməsində, rabitəçilərin, poçt rabitəsinin inkişaf etdirilməsində onun əvəzsiz xidmətləri olub. Çünki o vaxtı poçt rabitəsi o qədər də inkişaf eləməmişdi, amma son vaxtlar ki, bu inkişafa təkan veriləndə Əliş Əliyevin də orada böyük zəhməti olub. Xüsusən mən onu bu kənd təsərrüfatında, işlərdə mən çox görərdim. Bir yerdə biz çalışardıq. Bizim kənddə bu ot sezonunda ot tayalarının qurulmasında işçilərlə gələrdi, kömək eləyərdi. Yerli bizim Əziz bəy adının safxozunun deməli təsərrüfat işlərindən. Masallı rayon rabitə şöbəsinin rəisinin müavini qədər vəzifələrə işləyib, amma kənddə də uzun müddət poçtun müdürü olubdu. O müddətdə bizim əlaqələrimiz çox olubdu. Kənd cəmiyyətinin pensiyaların təmin edilməsində, onlara müəyyən istiqamətlər verilməsində, pensiya istiqamətləri alması haqqında istiqamətlər verilməsində çox böyük xidmətləri olubdu. O, işlədiyi müddət ərzində kəndin bütün xeyir şərlərində ağsaqqal kimi iştirak edibdi. Bir ağsaqqal kimi yaddaşımda qalıb. Əliş Əliyev həmişə sözə başlayanda deyərdi ki,
Deyərdi, mən bunu deyirəm, bir də deyəcəm, birini də deyəcəyəm. Həmişə yaddaşlarda, çünki biz ona qulaq asanda bilirdik ki, bu bir dənə sözlə hələ bu qutaran deyil. Bu yaxşı sözləri, hələ bunun yaxşı cümlələri arxadadır, diqqətlə biz ona qulaq asardıq. Əliş Əliyev həm də bizim rabitənin inkişafına öz töhfəsini də göstərib. Gənc kadrların yetişməsində Əliş Əliyevin böyük rolu olub. Uzun müddət çalışdığına görə. Əliş Əliyevin 70-80 illikləri bizim rayonda böyük təntənə ilə qeyd olunub. Biz bütün bu deməli tədbirlərdə biz özümüz də iştirak eləmişik. Çox mehriban, zəhmətkeş idi, sənəti yüksək səviyyədə bilirdi. Çox yüksək səviyyədə dəfələrlə mükafatlara layiq görülüb. Rayon səviyyəsində, Rabitə Nazirlik səviyyəsində onun mükafatlara layiq bililirdi. Çox səmimi insan idi və bir yerdə iştirak edirdi. Müəyyən tədbirlərimiz olardı. Rayon səviyyəsində də tədbirlər olardı. O tədbirlərdə bir yerdə iştirak edərdik biz. Həmişə iş əsasında, əsasən iş əsasında həmişə bir-birimizdə bağlı adam idik. Həmişə çalışıb mənə deyərdi ki, öz işini sev. 2004-cü ildə ömürgün yoldaşı Gülsənəm xanım, 2011-ci ildə isə Məşədəli kişi haqq dünyasına qovuşdular. Bu boşluq ailə üçün böyük bir sarsıntı oldu. Şair yaxşı deyir, taleyin əlində hər şey oyuncaq, insanı öldürən əcəldir ancaq. Bugün övladları valideynlərini hüzün və eyni zamanda minnətdarlıq hissi ilə xatırlayırlar. Onların qoyub getdiyi zəngin ailə dəyərləri, təmənnasız zəhməti və övladlarını aşıladıqları birlik ruhu hələ də yaşayır. Məzarın həmişə ziyarət edilir. İndi il dönümündə həmişə ehsan verirəm. Yəni onun borcun ancaq biz bu cür qaytara bilirik onu. Onların hörmətini həmişə də saxlamalıyıq. Eləməli ki, bütün işlərə ki, onlara ardıca xoş sözlər deyilsin. Heç vaxtı biz elə bir iş görmərik ki, onlara mənfi gətirsin. Həmişə çalışmış ki, onlar haqqında müsbət fikirlər olsun. Necə olub?